Bismillahirrahmanirrahim. Elhamdülillah. Esselatu vesselamu ala abdihi ve rasulihi Muhammedin ve ala alihi ve sahbihi ve sellem teslimen kethira ve ba'd. Ben birinci salamlayıram herkesi. Ve sonra Allah'a hamdolsun ki biz yine devam edirik derslerimize. Ve bu da Allah Teala'nın bir nimetidir. Bu büyük hayırdır. Ve müjdedir. Çünkü Peygamber sallallahu aleyhi ve sellem deyib ki kim bir evde veya Allah'ın evlerinden bir evde yığışıb Allah'ı zikr edersə, onlara sükunat nazil olar, onlara sakitlik çökər, rəhmət nazil olar. Allah Teala onları öz qatında xatırlayar və Allah onların hamısını bağışlayar. Burada təbii ki, alimlər böyük fəzilətlər zikr edirlər. Və bu məclis elə hesab edirik ki, Allah qatında o məclislərdən sayılır. Nəinki bu məclis, ümumiyyətlə Allah zikr olunan hər bir məclis. Çünki Allah Teala zikr olunmağa layiqdir, Allah Teala xatırlamağa layiqdir, lakin insan qafildir. Bəzən qəflət onu alladır və xatırlatma onu ayıldır. Allah Teala bu ki, təfəkkür innə zikra tənfə'ül müminin, müminlərə fayda verir. Nə Allah xatırlamaq. Başqa ilə bu ki, fədəkkir, xatırlat. Fədəkkir innə fə'ati zikra. Çünki xatırlatmaq fayda verə bilər. Və başqa ilə Allah Teala buyurur ki, innə fī zəlikə ləzikra. Bu şeylərdə xatırlanma var. Demən kənə ləhu qalbun və alqad səmə və huvə şəhid. Kim ki, qəlbi hazırdır orada, qulaq asır orada, həmsi şahid də orada. Yəni, Allah zikirləmək, həm orada olmalısan qəlblə, həm orada olmalısan qulaqların eşitməklə, həm orada olmalısan tam özün. Yoxsa cismin burada, ruhun orada, yoxsa fikrin də başqa bir yerdə. Düzdür, sən o lütfü Allah'tan götürəsən. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, onlarla oturan bədbəxt olmur. Yəni Allah'ı xatırlayanlarla oturanlar bədbəxt olmur. Amma fayda gəlməz o. Fayda gəlməz o insana. O ki, Allah Teala xatırlanan zaman qəlbə hazır deyil, dinləmir və orada özü yoxdur. Demən kənə ləhu qalbun. Kim üçün faydalı, onun qəlbi var. Əvvəliqə səmə'ə. Qulaq asır dinləyir və huvə şəhid. O şahiddir. Oradadır. Sonra bil ki, Allah Teala bizi özünə, daha doğrusu özünü bizə tanıdı. Gözəl adları ilə və özəl sifətləri ilə. Və hər şey adı ilə bilinir. Yəni, məsələn, bir şeyi bilmək istəyirsən, adını bilmək lazım. Və ad hər şeyi deyir. Həmçinin adın mənası var. Adın mənası var. Bir şeyin sifəti var və sifətin mənası var. Elə bir şey yoxdur ki, adı qoyuqlarına məna yoxdur. Və o bir sifətlə vəsf olunur, o sifətin mənası yoxdur. Əksinə, deyilən adın və verilən sifətin mənası var. Allah Teala bizə özünü adları və sifətləri ilə tanıdı. Allahın adları var və sifətləri var. Lillahil əsma'ul husna və lillahil əsma'ul husna. Allahın gözəl adları var. Fəd'uhu bihə. O adlarla Allah'a çağırır. Və Allah Teala'nın gözəl sifətləri var. Hansı ki, o sifətlər nəyəsə dəlildir, dəlalət edir. Allah Teala'nın sifətləri elə belə zikr olunmuyor. O eşidəndir və görəndir. O biləndir və hər şey qadirdir. Və ya o günahkarlardan intiqam alandır. O
o izzətlidir və s. və ilə axır özünü izzət sifəti ilə, aziz adı ilə izzət sifəti ilə vəsf edir. Qüdrət adı ilə, qadir adı ilə, qüdrət sifəti ilə, hər şey qadir olan adı ilə və qüdrət sifəti ilə özünü vəsf edir. Və şəksiz ki, Allah Teala adlarının və sifətlərinin mənasıdır. Biz istəyirik bu gün o məsələlərdən danışaq və çalışacaq ki, bu dərslər biraz silsiləli olsun. Allah Teala'nın sifətlərinin, adlarının, xüsusən də sifətlərinin mənası var. Mənasız deyil. Yəni, sahabələr, tabeinlər, həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem Allah Teala'nın sifətlərinin mənasını biliblər. Lakin keyfiyyətindən xəbərlər olmuyor. Keyfiyyətlərini Allah'a həvalə ediblər. Və biz birinci bu məsələyə toxunmaq üçün Əhl-i-Sünnə və Cəmaə sələf sifətlər mövzusunda, Allah Teala'nın sifətləri mövzusunda qaydaları zikr edir. Və biz götürürük birinci qaydanı, Əhl-i-Sünnə və Cəmaə Allah Teala'nın ad və sifətlərində qoyduğu birinci qayda. Ən birinci qayda odur ki, Allahın adları və sifətləri təvqifidir. Təvqifi yəni dəllə bağlıdır. Allah Teala'ya heç kim öz ağlından ad verə bilməz. Heç kim öz ağlından Allah'a sifət verə bilməz. Allah Teala'nı vəsf edən adam mütləq və mütləq dəllə dayanmalıdır. Bilmirsə dayanmalıdır. Deməli, bilmirəm. Yəni, burada heç kimin xoşuna gəlməz ki, onu o adlandırılmayan adla adlandıraq. Və xoşu gəlməz ki, onda olmayan sifətlərlə onu sifətləndirək. Allah Teala minbəbil əvlə, Allah daha layiqdir. Yenə biz bir-birimizi nəsil görürük, bir-birimizdən müəyyən qədər xəbərdarıq. Amma Allah Teala özü barəsində xəbər verməsəydi, aydındır. Xəbər verməsəydi, biz onun o sifətlərini bilməyəcəkdik. Hansı ki, biz o sifətlərdən bəhs edəcəyik. O sifətlərə alimlərin qoyduğu qaydalarla yanaşacağıq. Ən birinci qayda, biz ispat edirik ki, Allah Teala'nın sifətlərinin hamısı, təbii ki, adları da bura daxildir, yəni dəllə bağlıdır. Əhl-i-Sünnə və Cəmaə Allahın nə adından, nə sifətindən heç birini ispat eləmir, hətta kitab və sünnədə gəlməyəcək. Kitab və sünnədə gəlməyəcək. Və ya Peyğəmbər sallallahu aleyhi ve sellem, təbii ki, kitab Qur'andır, sünnə Peyğəmbər sallallahu aleyhi ve sellemin hədisləridir. Və ya sahabələr Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərini bu cür mənada, yəni sahabələr bu cür mənada nəql ediblər, o cür qəbul edilir. Sahabələr radiyallahu anh. Amma o şeylər ki, məsələn, bir vəsifdir, bir addır və bir sifətdir, gözəldir. Biz Allah'a ispat eləmirik. Nədən inkar eləmirik? Deyir, Allah Teala özünü o cür vəsf eləməyib. Əgər o gözəllik varsa, Allah ona da layiqdir və ondan gözəlinə də layiqdir. Amma biz Allah Teala'ya özümüzdən heç nə ispat eləyə bilmərik. Hətta Allah Teala bu barədə bizə xəbər vermədiyicə. Və bu babda, yəni bu mövzuda Əhl-i-Sünnə və Cəmaə etiqad edir ki, nə rəy, nə də qiyas eləmək olmaz, müqayisə. Rəy yəni özündən bir fikir, müqayisə yəni əgər belədirsə, onda belə də olar. Əgər belədirsə, onda belə də olar. Bu qiyasdır. Rəy nədir? Məncə Allah Teala belədir. Məncə Allah Teala belədir. Bu artıq rəydir. Olmaz belə Allah Teala'ya nə ad, nə sifət vermək olmaz. Və Allah Teala'nın ad və sifətlərini ispat edirik aydın şeylər. Aydın. Yəni, nəsə orada belə qaranlıq bir şey yoxdur. Aydındır. Məsələn, Allah Teala özünün üzün olduğunu deyib, əlinin olduğunu deyib, iki əlinin, rəhmətin olduğunu deyib. İspat edirik.
Çünki hamısı aydındır. Necə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, "Yenzilu Rabbuna ilə səmai dünya." Rəbbimiz dünya səmasına enir. Biz etiqad edirik ki, Allah da gözəlliklə bir dünya səmasına enir hər gecə. Və biz bilirik ki, enir nə deməkdir? Enir sözün mənasını bilirik. Amma Allahın enməyinin keyfiyyətini bilmirik. Çünki bəzi insanlar, onlar deyir ki, Allah Teala enir. Allah Teala enir hədisi, rəhməti enir. Bəziləri təbir edir, yozur. Bu batil bir yozundur. Bəziləri deyir ki, Allah enir, bəli, gecənin üçdə bir. Amma enir nə deməkdir deyilir? Mənasını Allah bilir. Yəni Allah Teala biz başa düşməyən şey nazil edir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem biz başa düşməyən bir şeylə bizə xitab edib və orada fəzilət var, orada rəğbətləndirmək var qullarını, gecə qalxıb dua eləsinlər, amma mənasını bilmir qullar. Yəni Allah Teala gecənin üçdə bir dünya səmasına enir və deyir ki, kim nə istəyir verim ona. Əgər Allah Teala'nın dünya səmasına enməsinin mənası yoxdur. Yəni burada hansı rəğbətlə söhbət gedir? Nəyə rəğbətləndirir Peyğəmbər s.ə.v? Ona görə Allah Teala'nın ad və sifətlərinin, xüsusən feili sifətlərinin, feili yəni Allah Teala'nın istəyinə bağlı olan, edib etməməyi, feili sifətlərinin inkarı, yəni bir növ mənasını bilmirik demək. İnkar deyəndə burada mənanı inkar demək. Bilmirik demək, bilmirəm demək, Allahın və Rasulunun rəğbətləndirdiyi və qorxuzluğu sifətlərin Allah Teala'nın vəsf etdiyi, rəğbətləndirilən sifətlərinin və qorxudan sifətlərinin mənasız olduğu ortaya çıxır. Rəbbimiz qəzəblənəcək qiyamət günü. Elə bir qəzəblə ki, heç vaxt belə qəzəblənməyib. Bir qəzəbi ispat edirəm, amma qəzəbin mənasını bilmirəm. Yəni, nədən qorxaq? Onlar deyirlər ki, onlar mufavvida, tavhid əhlidirlər. Tavhid yox, hə? Tavhid əhli bizik. Onlar tavhid əhlidir. Tavhid əhli, yəni onlar deyirlər ki, Allah Teala'ya həvalə edirik Allahın sifətlərinin mənasını. Əhl-i sünnə, sələf deyir ki, Allah'a həvalə edirik Allahın sifətlərinin keyfiyyətini. Mənasını bilirik. Mənasını bilməsək, nə məna var Allah Teala demək ki, Qadiballahu aleyh. Allah onlara qəzəbləndi. Nə mənası? Yəni, nə mənası? Bilmirik mənasını. Allah onlara neynədir? Və qəribə deyirlər ki, o sözlər, məsələn, qəzəb, bir sifət və rəhmət. Deyirlər, bunun lüğətdə mənası var, amma Allaha nisbətdə mənası yoxdur. Yəni, yoxdur, yəni biz bilirik, Allah bilir. Yəni, məsələn, Əli qəzəbləndi, mənası var. Amma Allahın mənası yoxdur. Və qəribə. Bilisən-i Arabiyyin mubin. Aydın, açıq, ərəb dilində nazil etdik. Və başqa ayda buyurur ki, لَعَلَّكُمْ تَعْقِلُونَ. Ərəbcə nazil etdik ki, bəlkə ağlınız kəsdi. Yəni, əgər mənim ağlım kəsmirsə Allah, xüsusən də Rəbbimi tanımağa. Bu şeylər məni, bu adlar və bu sifətlər məni bir şeyə rəğbətləndirib, bir şeydən çəkindirmirsə, nə mənası var o adın o sifətin? Yəni, məsələn, sən birinin qəzəbli olduğunu eşidirsən, biri sənə deyir ki, ehtiyatda ol, filan kəs qəzəblidir. Sən deyirsən ki, ispat edirəm o qəzəblidir, amma qəzəbli olmaq nə deməkdir, özü bilir. Yəni, onun nə mənası var sənə deyilməyin? Yəni, Allah Teala'nın özünü vəsf edilməsi sifətlərlə nə mənası olur? Ona görə alimlər deyir ki, Allah Teala'nın sifətlərinin, xüsusən feili sifətlər, yəni Allahın istəyinə bağlı olan, Allahın istəyi ilə olan sifətlərinin
mənasını Allah bilir demək, rəğbət və qorxutmaq ayə və hədislərinə boş yanaşmaqdır. İntiqam nə? Allah diyorlar intiqam aldı. Bu intiqamın mənası yoxdur. İntiqam almağın bir mənası yoxdursa, biz bilmirik onun mənasını. Niyə deyir Allah da bize? Və inkar edir Allah'tan o sifəti, intiqam olmaq sifəti. Və həmçinin deyirlər, Rahman alə-ərşi istəva, Rəhman ərşinə yüksəldi. İstəva sözünü bilirik, var Quranda, mənasını bilmirik. Mənasını bilmirik. Deyirlər, Rəhman ərşə istəva etdi. Rəhman ərşə istəva etdi. Amma yaxşı, istəva nə deməkdir ərəb dilində? Deyə bilmirik. Yəni, maraqlı və qəribədirlər. Onların məzhəbi ikidir. Ya təvil, yəni başqa məna vermək, yozmaq, ya təvil. Mənanı Allaha həvalə edib, mənasını biz bilmirik demək. İmam Əhməd Rahimullah hicrətin 241-ci ilində Rahimullah dünyasını dəyişir. İmam Əhməd ibn Həmbəl Rahimullah. Və onlar deyirlər ki, Allah Teala'nın sifətlərinin mənasının olmasını demək İbn-i Teymiyyədən başlayıb. Bunlar bunu deyirlər. Bu iftiradır. Bu iftiradır və biz inşallah bu dərslərdə Allah'ın izinlə yəni İbn-i Teymiyyə Rahimahullah gəlib çata biləcəyik, bilməm çata bilməyəcəyik. İbn-i Teymiyyə qədər alimləri qutarsaq böyük şeydir. Ki onlar Allah Teala'nın sifətlərindən nə məna olduğunu deyirlər. Sahabə, tabiin, ətbə, tabiin və ilə axır. Bizim İbn-i Teymiyyə Rahimahullah ihtiyacımız yoxdur. Onlar deyən mənada təbii ki. Yoxsa bir alim kimi falan bir şey ki. Amma yəni bir bunu o başlayıb iftiradır. Böyük iftiradır. Şeyxə. Və qərib deyil, yəni şeyx həyatda ki ona iftiradır, qaldı ki öləndə. Öləndən keçib 6 neçə sonra. Və təsəvvür edir ki, adam Dəməşqdə olmadığı bir halda Misirdə həbsdə olduğu vaxtda onun adından yalandan uydururlar ki, İbn-i Teymiyyə xütbə verib Dəməşqdə. İbn-i Teymiyyə Rahimahullah ömrü boyu xütbə verib. Müvəffəq olmuyor xütbə vermək. Bizlərdən çoxumuz xütbə vermiş elhamdülillah. Şeyxülislam xütbə verə bilmir. Rahimahullah. İftira atırlar. Deyir ki, xütbə verib və minbərə qalxıb deyib, Rəbbimiz də belə qalxdı ərşə, istiva etdi. Və minbərdən enib, deyib, Rəbbimiz də belə etdi. İmam Zəhəbi Rahimahullah öz əsərində Siyar aləmində belə deyir ki, bu hadisəni danışan vaxtı İbn-i Teymiyyə Rahimahullah Misirdə qalanın içində idi həbsdə. Yəni adam hələ sağ idi iftira atırlar, qaldı ki, öləndən sonra. İmam Əhməd Rahimahullah olur ki, Allah vəsf olunmaz. Yalnız nəyi ki özü üçün vəsf edir. Ya öz kitabında, ya Rasulullah sallallahu aleyhi və səlləmin sünnətində nə Quranın, nə hədisin üstünə keçmək. Yəni onu aşmaq o tərəfə. Gəlibsə təsdiq edərik, gəlməyibsə təsdiq etmərik. İmam Ülbaqda Rahimahullah Əl-Həmbəli, hansı ki onlar özlərini Həmbəli adlandırırlar. Hicrətin 378-ci ilində Rahimahullah dünyasını dəyişib. Yəni İbn-i Teymiyyədən qabaq. Deyir ki, sonra iman edirik və qəbul edirik və təsdiq edirik. Nə ki, alimlərimizdən rəvayət olub. Onlar ki, ədalətli şəkildə və güvənli şəkildə bu əsərləri bizə gətirib və ümmət onu qəbul edib və biz onları heç cürə rədd edə bilmərik və Allah Teala'nın sifətləri ilə bağlı olan şeylər də buna daxildir. Və həmçinin İmam Əd-Dərini Rahiməhullah, tabii ki, burada əsərlər çoxdur,
mən ancaq o əsərləri oxuyacağım ki, o əsərlər İmam İbn Teymiyədən qabaqdır. Burada təbii ki, çox əsərlər var, lakin oxuyacağım, çalışacağım, iltizam edeyim İbn Teymiyədən əvvələ. İmam Dərr Rahiməllah buyurur ki, biz İmam Dərr Rahiməllah Hicrətin 330-cu ilində Rahiməllah dünyasını dəyişir. Daha doğrusu 255-ci ildə üstə. Hicrətin 255-ci ilində. Hicrətin 255-ci ilində. Yəni İbn Teymiyyə Rahiməllahın bəlkə babasının babası yox idi. Deyir ki, Rahiməllah, وَنَحْنُ قَدْ عَرَفْنَا بِحَمْدِ اللّٰهِ تَعَالَى مِنْ لُغَاتِ الْعَرَبِ. Dedi, şükür olsun, həmd olsun Allah ki, biz ərəb dilindən başa düşürük ki, sizin bu iftira etdiyiniz, Allahın adlı sifətlərini inkar etdiyiniz və həqiqət deyil, məcazidir dediyiniz şeylər Allah Taala'nın sifətlərindəndir. Allah Taala'nın sifətlərindəndir və o sifətlər ona layiqli şəkildə necə yaraşırsa və ərəb dilində nəyə dəlalət edirsə, biz ona elə ispat edirik. Bunu kimlər deyir? Deməli, onlar o vaxtda da var idilər. Onlar yeni deyirlər ki. Onlar o vaxtda var idilər. Nə deyirlər? Ya deyirlər Allahın adlı sifətləri mənası belə yox, belədir, yozurdular. Xüsusən sifətlərini. Ya da deyirlər ki, mənasını bilmirik. Məsələn, Allah Teala ərşə yüksəldi. Nə deməkdir istiva? Bilmirəm. Deyirəm ki, Allah istiva edir. Və belə, yəni insanları aldadırlar. Və buyurur ki, Rahiməllah, Allah Teala buyurur ki, biz onu açıq aydın bir ərəb dilindən nazil etdik. Ərəb dilində, yəni Allah Teala bizə ərəb dilində nazil edib. Deyib ki, Allah onlara qəzəbləndi. Və biz bilirik ki, qəzəbləndi. Qəzəbin mənasını bilirik. Allah necə qəzəbləni bilirik. Biz deyənlər bilmirik qəzəb nədir. Bunlar deyir, bilmirik qəzəb nə deməkdir. Amma biz deyirik, bilirik qəzəb nə deməkdir. Aslan bir cür qəzəblənir. Canavar bir cür qəzəblənir. İnsan bir cür qəzəblənir. Aydındır. Hər kəs bir cür qəzəblənir. Hər kəs qəzəbini bir cür büruzə verir. Hamının müştərək olduğu şey addır, qəzəb. Amma keyfiyyətlər müxtəlifdir. Allah Teala da qəzəblənir. Necə? Özü bilir. Amma bilmirik qəzəb nə deməkdir. Deyir, qəzəblənir. Deyir, rəhm edir. Demirik, rəhm edir, mənasını bilmirik. Amma rəhm edir. Yəni, mənası yoxdursa, nəyimizə rəhm edir, niyə rəhm edir? Ümumiyyətlə, rəhm etmək nə deməkdir? Aydındır? Bunlar özlərinə yeni həmbəlilər deyirlər. Və ya əsər əhli deyirlər. Əsərdən də heç bir əsər yox. Aydındır? Allah əsərdən əmzadlar. İmam Əl-Qasim Ət-Teymi Əl-Asbəhani Rahimullah Hicrətin 535-ci ilində vəfat edib, yəni İbn Teymiyyə qabaq. Deyir ki, Rahimullah, artıq soruşulub Allah Taala'nın sifətləri barədə Malikin, yəni Malik ibn Ənas, Səvrinin, yəni Süfyan Səvrinin, Əvzainin, yəni İmam Əvzain və Şafinin, Məhəmməd ibn Sələmən, Məhəmməd ibn Zeydin və Əhməd ibn Həmbəlin və Yahya ibn Səid Əl-Qattan və Abdurrahman ibn Məhdi və İshaq ibn Rahavey. Bunlar barədə soruşurlar ki, Allah Teala sifət, onlara cavab verirlər ki, Allah Teala necə özünü vəsf edib, biz də o cür onu vəsf edirik. Necə Rasulü onu vəsf edib, biz də onu vəsf edirik. Minəs-səmi'i, eşidən, vəl-basar, görən, vəl-vəcih, üz, vəl-yədeyn,
kəəl və səirə əvsafihi və başqa vəsiflərin də elə, yəni uzatmır yəni. Misal çəkir. Və innəmə hiyə alə zahirhə mə'rufə məşhur. Yalnız biz o sifətləri zahirinə görə götürürük. Məşhur və aydın olan zahirinə görə. Yəni, hamı bilir bunu. Min qeyri keyfə yətəvəhhamu fiyhə və lə təşbih və lə təvil və bənzətmirik. Nə keyfiyyət vermirik, nə başqa məna verib yozmuruq. Qalə İbn Uyeynə. İbn Uyeynə dedi. Kullu şeyin vasafallahu bihi nəfsəhu qiraətuhu təfsiruhu. Nəinki Allah özünü vəsf edib, onun oxunuşu elə onun mənasıdır. Sələf deyir ki, oxunuşu mənasıdır İbn Uyeynə deyir. Rahiməhullah. Thumma qalə Teymi. Bunu rəvayət edən Teymi deyir ki, yəni, sözün mənası odur ki, huvə alə zahirihi, o zahirinə görədir. Lə yəcuzu sərfu iləl məcəz binəvmət təvil. Heç bir növ təvillə onu zahirindən çıxartmaq olmaz. Yəni, Allah təala bəzi əməl sahiblərinə qəzəblənir, bəzi əməl sahiblərini sevir. Sən gəl deyirsən ki, qardaş, Allahın qəzəbi var, bu əməli eləmə. Və bir nə deyirsən ki, Allah təala bu əməli sevir, bu əməli edir. Əgər sevməklə qəzəbin mənası yoxdursa, bizə nisbətdə, bilmiriksə o mənanı, Allaha nisbətdə o mənanı bilmiriksə, Əliyə Vəliyə nisbətdə bilirik, sevmək nədir, qəzəbləmək. Amma Allaha bilmirik. Nə mənası? Nə mənası var? Mən səhvləyəm ki, Allah falan əmələ qəzəblənir eləmək. Sən də bilmirsən, qəzəb Allaha nə deməkdir? Və bilmirsən, Allah təala sevir nə deməkdir? Və təbii ki, biz burada iki qayda oxuduq. Daha doğrusu bir qayda oxuduq və ikinci qaydaya bəli, sadəcə nəqillərdən biraz oxuyaq və ikinci qayda qalsın inşallah. Və həmçinin Şeyx Rəhriş Rahiməllah İmam Valid ibn Muslim hicrətin 193-cü ildə. Hicrətin 193-cü. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin Məkkədən Mədinəyə hicrət edəndən sonra 193 il vəfat edib. Şeyx Rahiməllah. Deyir ki, Səud Övzaidən soruşdu. Və Soğuridən və Malik ibn Anas və Leysdən soruşdu. Bu hədislər hansı ki, Allah talan sifətlərində gəlib. Dedilər ki, əmir ruha kəmə cəət bilə təfsir. Yozmadan necə gəlib elə qəbul edir. Allah talan necə gəlib, hansı dildə gəlib, nəyə dəlildir, o cür qəbul edir. Yəni, mənalarını ispat elə və keyfiyyətini Allaha həval elə. Məlik ibn Ənəs, hansı ki, ona hicrət diyarının imamı deyirlər. İmam Malik, hicrətin 179-cu ildə dünyası dəyişdi. İmam Malik. Gəlirlər ona yana, deyirlər ki, Rəhman alə rəşistələ. Rəhman, Allah hər şey yüksəlir. Keyfə istəva, necə yüksəlir? Şeyx deyir ki, Rahiməllah, əl-istəva qeyr-i məchul. İstəva məchul bir şey deyil. İsteva məchul bir şeydir, yəni isteva bilinməyən bir şeydir. Biz isteva nədir bilirik? وَالْكَيْفُ غَيْرُ مَحْقُولُ. Amma keyfiyyəti ağıl kəsməz. وَمِنَ اللّٰهِ رِسَالَةً. Allah'tan risaləni göndərmək. وَعَلَى اللّٰهِ الْبَلَاءُ عَلَى رَسُولِ بَلَاءُ وَعَلَى رَسُولِ الْبَلَاءُ. Rasula təbliğat düşür. وَعَلَيْنَا təsdiq. Bizə təsdiq edilmək düşür. Amma istiva məchul bir söz deyil. Yəni, İmam Malik edilər ki, necə istəvə etdi?
Dedi, istiva məchul bir şey deyil. Məchul, bilinməyən, məxfi bir şey deyil. İstiva məlumdur. Amma keyfiyyət bilmirik. Allahdan məktubu göndərməkdir, yəni risaləni göndərməkdir. Rasuldan təbliğatdır, bizdən isə təsdiqləməkdir. Və başqa bir ləfzə deyib ki, istiva məlumdur. İstiva məlumdur. Nə deməkdir? Keyfiyyəti məchuldur. Onun barədə sual vermək bidətdir. Yəni, keyfiyyəti barədə. Necədir? Çünki sual verən soruşdu ki, necə istiva etdi? Və sonra buyurur ki, səni pis kişi kimi görürəm. Yəni, sual verənə deyir. Yəni, çıxardır onu məclisdən. İbn-i Quteybə rahiməhullah Hicrətin 276-cı ilində vəfat edib. Buyurur ki, vacib olan bizə budur ki, Allah Teala özünü necə vəsf edib və nə qədər vəsf edib, necə vəsf edib və Rasulü necə vəsf edib, o cür vəsf edək. وَلَا نُزِيلُ اللَّفْظَ عَمَّا تَعْرِفُهُ الْعَرَبِ وَنَضَعُهُ عَلَيْهِ وَنُمْسِكُ عَمَّا سِوَى ذَلِكِ. Əsas yerləri oxuyuram, ərəbcə baxsınlar onlar. Buyurur ki, biz ləfsi ərəb dilinin dəlalət etdiyi mənadan başqa yerə sürüşdürmürük. Yəni, ləfsi ərəb dili nə məna verir buna? Ondan başqa yerə çəkmirik. Və o məna nədirsə, onun üzərində qoyuruq. Və ondan başqa şeylərdən susuruq. Yəni, artıq şey danışmırıq. Yoxsa belə, yoxsa belə. Deyir, Rəhman belə deyibsə, Allah belə deyibsə, bitdi. Yəni, zahirini ispat edir. Demirik, Allah Teala bilir mənasını. Və təbii ki, biz birinci qaydanı oxuduq inşallah. Və inşallah ikinci qayda da bunun içərisində idi. Lakin unutduq o ikinci qaydanı demək. İkinci qaydadır ki, gələn dəlilləri zahir üzərində götürmək. Birinci, Allah Teala'nın sifətləri tövqifidir. Allah necə xəbər verir, Rasul necə xəbər verir elə. İkinci, xəbər verdiyi şeylər zahir üzərindədir. Xəbər verdiyi sifətlər nə mənaya dəlalət edirsə, nazil olmuş dildə, yəni ərəb dilində, nəyə dəlildirsə odur. Ondan başqa mənaya keçirmirik. Aydındır? Bu əsərlər inşallah onlara işarə edirdi. Gələn dəfə inşallah 4-cü, 3-cü qaydanı inşallah götürərik. Aqul mə təsməun və sallallahu aleyhi və Muhammed və alə alihi və sahbihi əcməyin.